Mən bu günləri təşəkkürümü bildirirəm Qarabağ Universitetinə. Öncədən də təxmin etmişdim ki, Qarabağ Universitetində müəllim heyəti, şagirdlər üçün təşkil olunmuş dərs sistemi, laboratoriyalar yüksək səviyyədədir. Amma bu günləri biz gəldik əyani şəkildə bunu öz gözümüzlə gördük. Yüksək səviyyədə təşkil olunmuş müəllim heyəti və şagirdlər üçün laboratoriyalar, dərs proqramları. Gördüklərimizdən həqiqətən də heyran qaldıq, çünki Qarabağ Universiteti ölkəmizin ən gənc universitetidir. Eyni zamanda bizim üçün ən müqəddəs torpaq olan Xankəndidə yerləşir. Qarabağ Universiteti haqqında çox eşitmişdik. Yəni biz bunu ancaq mətbuatdan izləyə bilirdik, amma çox xoş oldu ki, bugün gəlib biz Qarabağ Universitetinin həm bu yaradıcı kollektivi ilə məşğul olduq, tədris korpuslarıyla tanış olduq. Yəni mediatur boyu tələbələrin ancaq təbəssümündə xoş əhval-ruhiyyə gördük. Müəllimlərin özlərini təqdim eləmələri, keçirdiyi təcrübəni, praktikanı geniş yayılması istiqamətində apardıqları təbliğat. Yəni ümumiyyətlə çox xoş təəssüratla qayıdırıq. Ümumi təəssüratımız müsbətdir və yüksəkdir. Təbii ki, Azərbaycan Respublikasının vətəndaşları məhz ölkəmizdə belə bir universitetin olmağı ilə fəxr etməlidirlər və bir də qürur hissidir ki, bu biz qısa müddət ərzində belə bir universitet yaradaraq formalaşdırmışıq. Biri var deyilə, biri də var gəlib gözlə gördük. Gözlə çox gözəl, çox fərqli bir, necə deyim, həm şəraiti yaradıblar tələbələr üçün. Şəxsən mən öz evladımı çox istərdim gəlib burada təhsil alsın. Hər şey çox gözəl, hər şey çox əla şəkildə təsis olunubdur. Yəni bura hər bir abituriyentin, hər bir tələbənin gəlib oxumaq istəyə biləcəyi yerdir. Yəni Xankəndində Qarabağ Universiteti sanki bir Avropada hansısa bir universitet yaradılıbdır. Mənim üçün əhəmiyyətli bir hadisə oldu. Azərbaycanın təhsil incilərindən biri olan Qarabağ Universitetinə qonaq oldu. Həqiqətən də belə bir gözəl təhsil mühiti yaratdığı üçün universitetin rəhbərliyinə, bütün müəllim kollektivinə təşəkkürümü bildirirəm. Həqiqətən də tələbələr və müəllimlər arasında səmimi və gözəl münasibət, keyfiyyətli təhsil mühitinin olduğunun şahidi oldum.